Salam, dərs 11-in izahının ikinci hissəsinə baxaq. Cənubi Amerikanın relyefi. Cənubi Amerikanın sahəsi 17,8 milyon kvadrat kilometrdir. Sahil xətti az parçalanmışdır. Buna görə də ətrafında ada, yarımada, dəniz və körfəzlər azdır. Əsas cənub-qərb hissəsində fyord və şixer tipli sahillər daha çox var. Cənubi Amerikanın ucqar nöqtələri şimalda Kolumbiyada, Guajira yarımadasında Qalinyas, cənubda Çilidə Frorard, qərbdə Peruda Parinyas, şərqdə Braziliyada Cabo Branco burnudur. Cənubi Amerika materiki keçmişdə Gondvananın tərkib hissəsinə aid olmuşdur. Gondvanadan bilirik ki, cənub materikləri yaranmışdır. Materikin qərb hissəsində 9000 km məsafədə dünyanın ən uzun dağ sistemi olan Ant dağları uzanır. Bu hissədə Ant dağları uzanır. Ant dağları özü 3 hissədən şərqi Kordilyer, qərbi Kordilyer və sahil Kordilyer kimi dağlardan ibarətdir. Diqqət yetirək, şərqi Kordilyer buradadır, qərbi Kordilyer buradadır, sahil Kordilyer isə bu ərazidə yerləşir. Bundan başqa Cənubi Amerikada əsas seçilən relyef formaları Orinoco ovalığı, Qvineya yaylası, Amazon ovalığı, Braziliya yaylası, Gran Chaco, La Plata. Bu hissədə ən aşağı nöqtəsi olan Salinas Chicas gölü yerləşir, -42 metr çökəkliyə malikdir. Sonra Patagoniya və dedik, əsas relyef vahidləri bunlardır. Bundan başqa Ant dağlarında Peru, Puna, Boliviya və Altiplanolar. Bu hissədə də Altiplanolar yerləşir ki, bunlar da yaylalardır. Yəni Peru, Puna, Boliviya, Altiplano yaylalarıdır. Cənubi Amerikada yerləşən vulkanlar şimaldan cənuba doğru düşsək, Ruiz, Cotopaxi, San Pedro, Llull-Yalyakodur. Və ən böyük sönmüş vulkan Chimborazo da Cənubi Amerikada yerləşir. Braziliya və Qvineya dendasyon düzənliklərdir. Bu yaylalarda filiz faydalı qazıntılar çox yayılmışdır. Xüsusilə Braziliyada dəmir filizi ixracatı daha çoxdur və ilk onluğa daxil olan ölkələrdəndir. Braziliyada kəllə-qənd, Qvineyada isə Masavari dağlar kimi relyef forması yayılmışdır. Braziliyada olan kəllə-qənd relyef forması intruziv maqmatik suxurların səthə çıxması və aşınması nəticəsində əmələ gəlir. Qviana yaylasında yerləşən Masavari dağlar Tepuilər adlanır. Bunlar da 800-1800 metr yüksəkliyə malik olur. Kimyəvi və fiziki aşınma və axar suların fəaliyyəti ilə yaranır. Materik faydalı qazıntılarla yaxşı təmin olunmuşdur. Burada çökmə mənşəli faydalı qazıntılardan neft və qaz Karib dənizi sahillərində, Orinoco ovalığında daha çox yayılmışdır. Braziliya və Qvineya yaylalarında dəmir filizi, manqan, nikel, boksit və s. yataqları mövcuddur. Ant dağları mis, qızıl, molibden, gümüş yataqları ilə zəngindir. Ant dağlarında mis ehtiyatı daha çoxdur. Ona görə də buranı mis qurşağı adlandırırlar. Həmçinin Ant dağlarında Boliviya və Peruda qalay qurşağı da yerləşir. Çili ərazisində şora ehtiyatı cəmlənmişdir. Afrika materikinin sahəsi 30,3 milyon kvadrat kilometrdir. 4 yarımkürədə yerləşir. Həm ekvator, həm 0 dərəcəlik meridian kəsdiyi üçün 4 yarımkürədə yerləşir. Avrasiyadan Cəbəl-Tariq boğazı, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-el-Məndəb boğazı və Ədən körfəzi vasitəsilə ayrılır. Bunlar Avrasiya və Afrikanın ayrılmaz sərhədləridir. Ucqar nöqtələri şimalda Tunisdə yerləşən Bensekkadır. Buna Ras Enqerə və Əl-Əbiad da deyə bilərik.
Cənubda Carda İynəburnu, qərbdə Seneqalda Almadi, şərqdə Somalidə isə Ras Həfunburnudur. Materik qədimdə Gondvananın tərkib hissəsi olmuşdur. Bilirik ki, Gondvanadan cənub materikləri yaranmışdır. Afrika relyefinə görə alçaq və hündür Afrikaya bölünür. Alçaq Afrika hündürlüyü 1000 metrə qədər, hündür Afrika isə 1000 metrdən yüksək olan ərazilərdir. Alçaq Afrikaya Şimali və Qərbi Afrika aiddir. Yüksək Afrikaya Şərqi və Cənubi Afrika aiddir. Afrikanın şimalında sahəsi 9 milyon kvadrat kilometr olan dünyanın ən böyük səhrası Böyük Səhra yerləşir. Burada Əhəqqər, Tibesti, Darfur kimi şahid dağlar mövcuddur. Materikin şimal-qərb hissəsində Atlas dağları yerləşir. Atlas dağları cavan dağlardır, seysmikliyi çoxdur. Alp-Himalay qurşağının ən qərb hissəsi Atlas dağları hesab olunur. Ən yüksək nöqtəsi Tubkal zirvəsidir. 4165 metr yüksəkliyi var. Afrika materikinin əsas relyef formalarına Çad çökəkliyi, Jos platosu, Ninba dağları, Adamava dağları, Kongo çökəkliyi, Şərqi Afrika yaylası, Efiopiya yaylası, Kalahari platosu, Kap dağları, Əjdaha dağlarıdır. Afrikanın ən alçaq nöqtəsi Assar gölü -156 metr bu hissədə yerləşir. Afrikanın ən yüksək zirvəsi Kilimanjaro vulkanı 5895 metrdə burada yerləşir. Afrikanın şərq hissəsində Şərqi Afrika sınma zonası keçir və Rudolf, Tanganika, Nyasa gölləri sınma zonasında yerləşir. Şimali Afrika və Qvineya körfəzi sahilləri neftlə daha çox zəngindir. Həmçinin Şimali Afrikada fosforit ehtiyatı da var. Bu da Atlas dağları ərazisində daha çoxdur fosforit ehtiyatı. Mərkəzi Afrikada isə əsas mis qurşağı buradadır. Bundan başqa mis, sink, xromit kimi ehtiyatlar da var. Qərbi Afrikada dəmir, uran, Cənubi Afrikada daha çox qızıl, almaz kimi faydalı qazıntılar çoxdur. Cənubi Afrika Respublikasında Tautuno qızıl mədəni fəaliyyət göstərir. Avstraliya materiki. Avstraliyanın sahəsi 7,7 milyon kvadrat kilometrdir. Dünyanın ən kiçik materikidir. Cənub və şərq kürəsində yerləşir, yəni iki yarımkürədə yerləşir. Ucqar nöqtəsi şimalda Cape York yarımadasında York burnu, cənubda cənub-şərq, qərbdə Steep Point, şərqdə isə Byron burnu yerləşir. Materikin sahil xəttləri çox da girintili çıxıntılı deyil. Amma şərq sahillərində daha çox qayalı və dik ərazilər var. Avstraliya materiki digər materiklərdən fərqlənir. Çünki geoloji quruluşu, tektonik quruluşunun sadəliyi digər materiklərdən onu fərqləndirir. Avstraliyada Gondwana materikinin tərkib hissəsi olmuşdur. Materikdə fəaliyyətdə olan vulkanlar və daimi buzlaqlar yoxdur. Avstraliya materiki 3 hissədən ibarətdir. Qərbi Avstraliya, Mərkəzi Avstraliya və Şərqi Avstraliyadan. Diqqət yetirsək, mərkəzi ovalıq Şərqi Avstraliya hissəsinə düşür. Mərkəzi Avstraliya hissəsinə düşmür. Avstraliyanın əsas relyef vahidlərinə Qərbi Avstraliya yaylası, Böyük Viktoriya səhrası, Nallarbor düzənliyi, Böyük Arteziyan hövzəsi, Murray düzənliyi, eyni zamanda Flinders dağları, Hammersli, Macdonald dağları, Kimberli, Barkly platosu, Böyük Qumlu səhra və Carpentaria sahili ovalıq yerləşir. Materikin ən aşağı nöqtəsi Eir gölü 16 metr dərinlikdə, ən yüksək zirvəsi isə Kosciuszko 2228 metr yüksəklikdə yerləşir. Avstraliyanın mərkəzi hissəsində üzəri qırmızı qumla örtülü Uluru massivi, buna Ayers Rock da deyilir,
Ulur massivi yerləşir. Materik faydalı qazıntı ilə zəngindir. Filiz faydalı qazıntı qeyri-filizdən daha çoxdur. Qərbi Avstraliyada dəmir filizi, boksit, uran, qızıl, ornament Keypi yarımadalarında boksit, uran, mərkəzi ovalıqda neft, qaz, böyük sayıcı dağlarında daş kömürü var. Bundan başqa Avstraliyada, Qərbi Avstraliyada superpit qızıl mədəni yerləşir ki, bu da açıq üsulla çıxarılır. Açıq üsulla qızıl çıxarıldıqda bu daha ucuz başa gəlir. Antarktida materiki. Antarktida materiki qalın buz qatı ilə zəngindir. Bu materikin sahil əraziləri hara hesab olunur desək, Cənub qütbündən 50-60 dərəcə cənub eniyinə qədər olan bütün hissə Antarktidaya aiddir. Antarktidanın sahəsi 14 milyon kvadrat kilometrdir. Antarktida yarımadasında ən ucqar hissə Sifrə burnudur. Onun da səthi buzlarla örtülüdür. Antarktidanın ən yüksək zirvəsi Vinson massividir, 5140 metr. Ən cücə hissəsi isə Meri-Bert düzənliyidir. Ümumilikdə Antarktidaya aid olan materiklər Uedel və Lazarev Atlantik okeanından, Bellingshausen, Amundsen, Ross Sakit okeanından, Risser Larsen, Kosmonavtlar Birlik, Davis Dürvü isə Hind okeanına aid olan dənizlərdir.